Məhsulun xeyrini gözləyən fermerlər indi ziyanın hesabını aparırlar. Xaçmazda çayın daşması nəticəsində bəzi sahələrdə suyun səviyyəsi kritik həddə çatıb. Bu da məhsulun tamamilə sıradan çıxması deməkdir. Ekspertlərin ilkin rəyi isə bir mənalıdır. Zərər kifayət qədər ciddidir. Görəsən, yekun qiymətləndirmə fermerlərin itirilmiş əməyini kompensasiya edə biləcəkmi? Görünən bu ərazi Xaçmaz rayonunun Hacılar kənd sakinlərinə məxsus taxıl sahəsidir. Bir neçə gün bundan əvvəl yağan güclü leysan yağışlarının gətirdiyi sel nəticəsində taxıl sahəsində beləcə gölməkələr yaranıb. Mövcud vəziyyət isə gələcək məhsuldarlıq üçün olduqca zərərlidir. Ağçayın daşması nəticəsində Hacılar da daxil olmaqla rayonun 10-a yaxın kəndində buğda və arpa sahələri su altında qalıb. Bəzi əkin sahələri isə lil qatı ilə örtülüb. Fermerlər bildirirlər ki, sahələrdə toplanan suyun səviyyəsi bəzi yerlərdə 60 santimetrə qədər yüksəlib. Əkdiyin məhsul da budur göz qabağındadır. Bir həftədir yağış yağdı, sel gəldi. Məhsulum qaldı suyun altında. Mən burada əkmişdim ki, xeyri götürəm, ziyanı ödəsəm, o ki var hələ. Mənim də yerin ən çökək yeridir. Bütün qurut sular, sel sular ya burada dayanır. Aqrar Sığorta Fonduna daxil olan müraciətlər əsasında ərazilərə ekspertlər ezam edilib. Hazırda ziyan dəymiş sahələrə baxış keçirilir. İlkin qiymətləndirmə üçün hesablama aparılır. Biz də gəldik sahələrə, həqiqətən müşahidə etdik ki, bəli, kifayət qədər sahənin qismən bəzi yerləri kifayət qədər sel su basımı altında olmuş və bu isə bitkilərin boğulmasına və demək olar məhvinə səbəb olur və bu da öz nəticəsini təbii ki, məhsullara təsir göstərir. Biz bu sahədə müşahidə etdiyiniz kimi ilkin belə deyək, zərər qiymətləndirməsini həyata keçirdik və tam dəqiq zərər qiymətləndirməsi isə yekun qiymətləndirmə əsasında bilinəcək. Məhsul yığımı ərəfəsində ziyan dəymiş sahələrə yenidən baxış keçiriləcək. Yekun hesablamadan sonra fermerlərə dəyən zərər müvafiq qaydada ödəniləcək. Qeyd edək ki, güclü yağışdan sonra Xaçmazla yanaşı Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da ümumilikdə 2100 hektara yaxın əkin sahəsinə zərər dəyib. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Xaçmaz.